Herkes salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün OKX vasitəsilə necə DEX-dən istifadə edə bilərik, bunun haqqında bir video hazırlayacağım. İlk öncə bunu deyim ki, bu videoda göstərəcəyimiz hər hansı bir şey, yəni ki, yatırım tövsiyəsi deyil. İndi isə DEX qısaca bildiyiniz kimi DEX-lərdən istifadə edə bilməyimiz üçün, DEX-lərdən hər hansı bir valyuta ala bilməyimiz üçün ya Solana network'ündə pulumuz olmalıdır ya digər network'lərdə Ethereum olsun və ya Base network olsun və s. və ilaxır. Bu tərz network'lərdə əlbəttə ki bizim Base network'ündə isə əgər Ethereum'la necə deyim, əlimizdə bir miqdar olmalıdır və ya Solana'dayıqsa, Solana'da trade aparacağıqsa əlimizdə Solana olmalıdır. Həm satış üçün, həm alış üçün, həm buradakı qaz fiylər üçün. Ancaq burada OKX-da yoldaşlar sadəcə və sadəcə gördüyünüz kimi əlinizdəki USDT ilə öz DEX trade'inizi apara bilərsiniz. Baxın, bunun üçün buradan DEX bölümünü açdığımızda, bu arada bunların web üçündə başı salacağım. Gördüyünüz kimi burada müəyyən valyutalar var. Məsəl üçün Spark valyutası var. Deyək ki, Spark tokenini satın almaq istəyirik. Burada gördüyünüz kimi hal-hazırda qalxışdadır. Trade bölümünə daxil oluruq. Burada indi təbii ki sizdən bəzi doğrulamalar istəyəcəklər. Burada qalxışda olan bir valyuta var. Bu arada həm də çoxdandır DEX trade aparmırıq. Görək, 98 dollarımız var. Bunun 50 dollarını satın alaq. Buradan bunu satın aldıq. İndi barmaq doğrulaması istəyəcək. Bunu da etdikdən sonra dostlarım gördüyünüz kimi biz USDT ilə nə qədər 11.120 ədəd Spark tokeni satın aldıq. İndi biz hal-hazırda satın aldıq dostlarım. Bunu indi deyək ki satmaq istəyirik, düzdürmü? Sell sözünün üzərinə vuranda gördüyünüz kimi aldığımız kimi sata da bildik. İndi biraz mən gözlüyüm. Görək 49 dollarlıq satın aldıq. Görək qalxış verir. Bu uşaqlar, buna əl vurmayacam. Bu qoy biraz nəticə qalxmağa meyillidir deyəsən. Təbii ki DEX-də, bu DEX-də risklər daha yüksəkdir. İndi isə başqa DEX-dən bir valyuta seçəyin. DEX-də məsəl üçün hansı valyutalardan birini seçə bilərik? İndi nümunə üçün, yəni burada satanda bir proses olacaq, onu da daha dəqiq sizlər biləsiniz deyə. Deyək ki, məsəl üçün bu valyuta. Seçdik bunu. Trade deyirik, gördüyünüz kimi. Buradan USDC olmalıdır bu arada uşaqlar. Bunu satın ala bilmək üçün bizdə USDT var. Baby DEX. Bu baby valyutası. Bunun trade'in üzərinə vururuq burada. USDT var. Burada indi deyək ki bunu 5 dollarlıq bunda hərəkətlənmə yox deyək. Bunda əgər dostlarım, indi özünüz də uşaq deyilsə, baxın, əgər hərəkətlənmələri yoxdursa, o valyutaları almayın. İndi biz buradan bir hərəkətli valyuta axtarıb tapaq. Məsəl üçün, miner. Bu valyutanı. Bu arada, yoldaşlar, əlbəttə ki, bunu sizlərə göstərmək məqsədi ilə edirəm. Deyək ki, bu valyutanı bu da son 15 dəqiqəlik qrafikini açaq. Deyək ki, bunu 9 dollarlıq satın aldıq. Ya 10 dollar idi. Burada gördüyünüz kimi. Bunun üzərinə vururuq. Təbii ki, dostlarım, bunda barmaq izi istəyir. Bunu da etdik və 10 dollarlıq satın aldıq. Düzdürmü? Solana network üzərindən. Baxın, burada dostlarım, indi biz
10 dollarlıq satın alanda, indi almışıq təbii ki 20-30 sent civarında gördüyünüz kimi bir komissiya da tutdu. İndi sell miner'ın üzərinə vururuq və bunu satdıq. Bir dəqiqə satmaq üçün də barmaq izi istəyir. Deyək ki biz bunu tamamilə satdıq. İndi satış əmri tamamlanacaq bu arada. Və vurduq. Burada sadəcə bu arada bunu deyim ki, marketlə orderləriniz götürülür. Gördüyünüz kimi bunu satandan sonra burada uşaqlar yeni bir depozit sözü görəcəksiniz. Bir dəqiqə. Ekranı mən yeniləyim, mən bunu sizlərə tam şəkildə izah edəcəm. Bax, yeni bir depozit gördüyünüz kimi gəldi. Bunun üzərinə vuranda sizin balansınıza pul Solana ilə köçür. Bax, bizim balansımıza hal-hazırda 9 dollar 67 sentlik bir Solana'nın gəldiyini göstərir. Çünki biz niyə USDT vasitəsilə pulu DEX-ə saldıq və ondan sonra bu indi ekran düzələcək uşaqlar, balans artacaq. Bu USDT-ni, Solana'nı USDT-yə çevirir. Всё. Artıq bizim əlimizdə yenidən USDT olur. Başa düşdünüz? İndi bax burada Solana da idi gördüyünüz kimi. Təkrardan 39 dollar idi, təkrardan 48 dollar oldu. Yəni alsat edərkən də ümumilikdə 20-30 sent civarında DEX-də komissiya itirirsiniz. Başa düşdünüz uşaqlar? Ancaq rahatlıq baxımından, məsəl üçün, həm də ki OKX-da listələnən valyutalar baxımından indi buradakılarını da seçə bilirsiniz. Yəni seçib burada daha az da DEX-də bilirsiniz ki, yəni sırf DEX-in özündə çoxdur kriptovalyutalar. Ancaq burada məsəl üçün seçib, yəni DEX-dən əgər ki, yəni onlar da indi həyatda, əgər bir valyutada partlatsanız uşaqlar, belə deyim sizə, çox yüklü miqdarda qazanclar əldə edə bilərsiniz. Yəni buna görə deyirəm ki, yəni DEX birbaşa ara sıra 2 dollarlıq, 3 dollarlıq DEX-dən özünüz üçün valyuta alın, atın qırağa. İndi proyekti də yoxlayın da söz yox. Əgər proyekt iş görən proyektsə, yəni 2-3 dollarlıq, 5 dollarlıq etdiyiniz yatırımını yığıb-yığışdıra bilməzsiniz. Niyə? Çünki o valyuta DEX-dən gələ bilər hər hansısa bir birjaya, yəni güclü birjalara, öndə olan birjalara və 1 milyard, 2 milyard, 3 milyard dollar market cap yığar uşaqlar. Yəni düşünün ki, o 2-3 dollarlıq, nə bilim 100 min dənə, 50 min dənə token alarsınız, o 100 min, 50 min aldığınız tokenin biri qalxar olar 20 sent, 30 sent, 40 sent, 50 sent. Yəni DEX həqiqi mənada deyirəm bu şəkildə olan yerdir. Burada yəni bir valyutada tutuzdurdunsa, necə deyim, onun yəni qarşısını ala bilməzsən də o pulun. Yəni düşün ki, bir valyutada 100 dollarlıq tutuzdurmusan. Bu arada bizim satın aldığımız bayaq ki token bax budur. Bu da bilmirəm, ortalama bir 2-3 dollar yəqin ki qazanclıyıq bunda. Ekranı yeniləyim deyəcəm. Hədə 2 dollar, 1 dollar civarında. Nəysə dostlarım, baxın, OKX-in yəni DEX-indən də bu şəkildə yararlana bilərsiniz, bu şəkildə istifadə edə bilərsiniz. Sadəcə balansınızda USDT və ya stabil coinlardan USDC olmalıdır. Onunla DEX vasitəsilə, yəni pulu heç ara köçürtmədən DEX-in içində qalıb alım-satımlar istədiyiniz qaydada edə bilirsiniz. Videomuz bu qədər idi. Videonu bəyənərək siz də Kripto Azərbaycan kanalına dəstək ola bilərsiniz. Sağ olun, hələlik.